İndi bunu necə başa düşək? Bu şantajdır. Necə istəyirsə elə də başa düşün. Hər halda mən bunu məsləhət kimi qəbul edirəm. Siz deyəsən məni düzgün başa düşmədiniz. Mən çox ciddiyəm. Mən də ciddiyəm. İndiyə kimi hamıya sevgidən dərs keçən Murad müəllim nə üçünsə öz sevgilisindən öz keçmişini gizlədib. Mən heç kimdən heç nə gizlətmirəm. Sadəcə vaxtı gələndə İnci bunu biləcək. Vaxtı gələndə. Məncə sizin kifayət qədər vaxtınız olub. Amma nədənsə deməmisiz. İndi belə çıxır ki, sən İncini məndən daha çox düşünürsən. Əvvəla bu mübahisəli məsələdir. Sonrası da ki, çox rahatsızım Murad müəllim. Eyni evin içində həm eks sevgiliniz, həm də təzə sevgiliniz. Mən necə sizin münasibətinizi bildimsə, eləcə də İnci biləcək. Bilirik, uşaq da yerik. Vaxtı gələndə biləcək. Çox gözəl. Onda deyin, bilsin. Yaxşı. Amma sənə bir dənə də söz deyim. İnci ilə bağlı olan məsələ heç kimə maraqlı deyil. Sənəsə ümumiyyətlə maraqlı olmalı deyil. Xanım, sizin burada nə işiniz var? Nə axtarsınız? Sizə necə kömək edə bilərəm? Kızım, mən Rüstəmin anasıyam. O bufetdə işləyir Rüstəm, onun anasıyam. Adım da Pakizədir. Bizim Rüstəmin. Xoş gəlmisiniz, keçin əyləşin. Çox sağ ol oğlum, çox sağ ol. Pakizə xala, xeyirdir? Xeyirdir, xeyir bala, xeyir. Can, xalacan, ayaqsa qaldı. İstəyirsiniz gəlin əyləşin də burada. Çox sağ ol. Necə də nəzakətlidir. Halal olsun. Təcili gözünüzü həkimə göstərin. Mən səni hörmətli oğlan bilirdim. Başa düşmədim, mən rəhmətə getmişəm ya. Xahiş edirəm, mənlə dillə, dünlə, dişlə, mişlə, uçla danışmayın. Bu nə hərəkət? Nüsrət, sakit dur. Xalacan, istəyirsiniz siz aparın bufetə Rüstəmin yanına? Çox sağ ol qızım, aparmış kimi varsan. Sən burada qal, dərsini keç günəm. Ona da biraz ağıl öyrət. Sağ ol. Ay xanım, ay insan biraz ehtiyatlı olun da. Ne olub ağız? Yemədim ki səni. Ayaq ona. Mədəniyyətsiz. Tərbiyəsiz. Suyun lalaxanı, insanın yerə baxanı. Yəni bu atalar sözünü mən bu dəqiqə sübut elədim. Yəni ki, o yerə baxan oğlan elə Nurlan imiş. Nüsü, nə olub? Sənə nəsə eləyib bu? Uşaqlar, fikir verməyək, gizliz danışır. Dur cəhənnəm ol uşağı. Yox, aşağı ara düşürəm, aşağı. Deməli, şok. Düzdür, mən biraz səbir kimi deyəmirəm, amma oxşadıram. Deməli, isti məlumatlar... Tez elə dektar ürəyimiz partladı. Deməli, bu oğlan, gördüyünüz bu oğlan, yəni bu Nurlan, Facebook'da qızla yazışır. Nə? Yəni bu oğlanın sevgilisi var. Ayda Nurlan, sən sevgilin var. Nə yaxşı. Deyil, bizə niyə deməmsən belə? Bizim niyə xəbərimiz yoxdur? Evet, biz niyə bilmir? Yaxşı. Mən bak, adı nədir, neçə yaşı var? Qəşəngli sən də, atasının adı nədir? Anasının adı sən də, pulu var, başlıqdadır. Evi, sən də. Qız hardandır? Sən də.
Bəs söz vermişdin. Kişinin yanında baş kəsirdilər, hə? Şu sənin kişi başıdır. Nədir? Ümumiyyətlə kişinin yanında baş kəsmək o yaxşı hərəkət deyil. Yəni mən Bəxtəvərlərə bax, canım, həyatım. Hani Gölə deyirəm. Yazıcı. Ay qoy deyim, yazıcı harda görüşək? 10 gün danışıram, 10 gün danışıram, harda görüşək? Harda görüşək? Hara aparsın sən can? Harda görüşəcəksən? Mənə bax, pulu yoxdursa boşan, sənin pul yoxsa boşan. Bir dakika siz bakmayın biz bakacağız. Profilini göster. Instagram'da. Uşaqlar, sizə biraz elə gəlmir şitdə, ha? Allah, o cür səviyyəsizə elə belə şit məktub lazımdır. Allah yaz getsin. Bir dəqiqə, adaptasiyan pozdu, sarıda qalmışdıq, tez deyin. Hə, sənin yanından keçəndə ürəyim güp-güp etdi. Güp-güp etdi, ha? Bax, yaz ki, sonra da sənin yanından keçdim. Bax, onda elektrik cəryanlarının toplandığı transformatorun verdiyi ümumi cəryan qədər səndən elektrik aldım. Düzdür, arada elektrik naqilləri... Atabala, Nüsrət sən bu cümlələri başa düşmək üçün gələk yanında alim gəzdirsin, tərcümə elətdirsin. Ya olmadı ki. Yaxşı da qutarın, deyin yazım da dərsi geçkirik, tez eləyin. Allah yaz. Ülvi, mən neynim ki, Nüsrətlə bizim aramızdakı səviyyə fərqi eyni. Allah yaz. De. Onda sən də tez de. Nüsrət. Sən mənim ilk aşkımsan. Sən ay səni qataşay. Və sonuncu da olacaqsan. Mənim qara canavarım. Oba. Zor oldu. Qara canavarım. Canavarın altına xəçək. Bəs yaxşı, bu kimin adına yazırıq? Hər şey yaxşıdır. Allah narahat olma, onu da özüm qoyacağam. İmza adı lazım deyil. Ama sen öyle hazırlaşın, sirke biletimiz var. Mahir yaxşısan qaqam? Buradasan ha Mahir? Nə olub? Gəlmədi. Nə danışır bu? A, kim gəlmədi? Hara gəlmədi? Nə olub Mahir? Sənlə deyilik, Mahir, cavab ver də qaqam. Hadi cavab ver. Gülşən. Gülşən gəlmədi. Hardan bildin? Mahir, hardan bildin? Bir şeydir də Mahir. Mahir, cavab ver də. Danış da Mahir, danış. Niyə susub bu? Gülşən tapdılar. Amma o deyib ki, Mahiri daha istəmirəm. Daha gəlməyəcək. Bir söz soruşa bilərəm. Sən soruşduğun hər söz bəhanədir. Başa düşmədim. Yəni demək istəyirəm ki, sən hər dəfə bəhanə ilə mənə yaxınlaşmaq istəyirsən. Murad, sən nə danışdığını bilirsən. Hə, bilirəm.
Bu universitetdə məndən başqa müəllim yoxdur. Niyə mən? Sənin fənninə aid olan sözdür də, onu soruşurdum səndən. Yasəmən, sən bura mənim həyatımı korlamağa gəlmisən. Murad, mənim belə fikrim yoxdur. Amma elədiyin hərəkətlər onu demir. Bir kəlmə söz soruşmaq istəyirdim. Soruşma. Lap yaxşı. Daha mənim deməyimə ehtiyacı qalmadı. İncə özü gördü hər şeyi. Biz düşmən deyilik axı. Heç olmasa aradakı hörməti saxla da. Sən özün o hörməti çoxdan öldürmüsən. Murad, Yasəmən, mən səndən artıq dərəcədə xahiş edirəm. Hər xırda məsələyə görə, yəni ümumiyyətlə heç bir məsələyə görə məni narahat eləmə bir də. İnana bilmirəm. Gülşən niyə belə elədi axı? Mahir hara getdi? Yazıq pis gündə idi. Elə onu deyib getdi. Deyirəm, həyatdır da. Bir dostun sevgilisi gedir, bir dostun sevgilisi gəlir. Əslində doğrudan da bu qədər hadisələrin içində bir dənə şey xoşuma gəldi, sevindirdi məni. Nurlan, təbrik edirəm səni. Sağ ol qardaşım. Əslində demək istəmirdim, amma sağ olsun Nüsrət. Hamıya hər şeyi bir-bir deyib. Yaxşı eləmişəm. Sir saxlaya bilmirəm, değil mi? Sən təkdə elə bildim ki, ancaq sən şeyin var, satqınlığın var. Çox qurtlu adamsan, ha. Siz sağ olun, sənin bu satqınlığın sayəsində maraqlı söhbətlər çıxır. Deyib babacanı. Atoğun canı üçün. Allah öz baban deyirəm sən. Nüsrət, qardaşımla da babamla da işin olmasın ha. Ata bala, sakit dur. Bax, sən də özünü çevirdi, çevir üzvü. Nurlan, mənə bax, sən doğrudan o qızla Feyzdə tanış olmuşsan? Öyle üzüm zaten görməmişsən. Yox hələ. Məncə nəsə çepesi var özümün, ona görə görüşmürlər. Gicdəm hə, nə çepi? Sevda dedi ki, özüm hazır olum, sənə deyəcəm görüşək. Qalat, bir də gözlə doğrudan üzünü görməmsən. Nətər sevirsən bu üzünü görmədiyin adamı? Bir müddət danışdıq, sonra gördüm ki, fikirlərimiz üstə gəlir. Mən də bağlandım. Çox safsan, Esmerim. Yox, belə də iplə bağlamısansa, o tez asılacaq. Çalış belə armaturun azadla bağlan ki, möhkəm olsun da. Mahirin Gülşən kimi qaçıb getməsin. Nüsrət, bəsdir də. Doğrudan nə, Nurlan? Sən çox bağlanmamış, get görüş. Bəlkə qızın görünüşü xoşuna gəlmədi. Niyə qəlbin sındırasan? Ala, qız düz deyir də. Belə də sevgi olar. Uşağı döyürsən ki. Mən bir göz-gözə gəl, bir söhbət elə. Bəlkə elə işlərin uyğun gəldi. Can, anam gəldi, anam. Salam uşaqlar. Salam. Mən elə burada uşaqlarla oturacağam. Otur. Olar da. Qız da gələndə deyərsən ki, çay gətirsin. Görüm gətizdirə biləcəksən. Problem yoxdur. Tombik, deyəsən işlər yaxşı kimi gedir, hə? Görək də, ata bala, ya yax kimi olmalıdır, ya da ki, motal pendiri kimi, görək də. Tombik, sən ölənlərin görür, xalqın iki dənə var, sən mənim canım. Anun gəldi də, baxma, Kris alıq eləmə. O da sabahda istedadlı uşaqların içində işləyir. Sən can, nə durdu? Sən öləsən, Nüsrət, səni bu dəqiqə bir səni... Yaxşı, sakit olun, sakit olun. Ay mırt oğlan. De görüm, sən mənim o şkaf boyda oğluma nə sataşırsan, hə? Nə demək istəyirsən sən? De görüm nə demək istəyirsən? Mən qələt edirəm, mən elə şey demərəm, artıq söz demərəm. Bilməm, yəni, kaş siz də anam kimi olardınız. Bir məsləhət istəyirəm alam sizdən. De gəlsin. Bax, bizim bu Nurlan var ha.
Yox, bu elə bir şey Facebookda... Nurlan odur. Hə, Nurlan bax budur. Bu elə bir Facebookda bir qızla yazışır. Hə, Nusrut. Xala, yəni siz dəqiq Tombikin mamasısınız da, hə? Yəni oxşamır heç. Cavab ver də, dilin çıxsın. Çıxsın da dilin. Nə də, anın gəlib dilini uzanım səni. Abala. Sevgi elə sevgidir. Əsas məsələ odur ki, bir-birinizi başa düşəsiz. Bir də ki, ən əsası odur ki, anam bəyənsin. Mod. Mama. Pakişə xala, siz niyə uşaqlarla oturmusunuz? Nə olsun, belə yaxşı uşaqlar. Yox, gəlin. Gəlin gedək, biz özümüz ayrı oturaq. Yaxşı. Görüşürüz. Hara? Qız qayıtmalı mən. Sizdən bir şey xahiş edə bilərəm. Mənim mama sırotunu çay verə bilərsiniz. Başın xarab olub sənin. Ged özün apar da. Bilməm necə deyim. Bax bir də ona baxın. Yaşlı adamdır, oturub orada. Dili quruyub, dodağı quruyub. Nə olur bir dənə çay aparın verin də ona. Ay Rüstəm, mən burada müəllimə işləyirəm, bufetçi yox. Əl çək məndən. Gələ də Rüstəm, gələ. Düşmüsən zibilə indirə, çıx. Çıx da zibildən. Çıx vəziyyətdən, çıx Rüstəm. Rüstəm. Hə? Rüstəm. Aycan. Çay nə oldu, ay Rüstəm? Hə, demişəm mama. Gətirəcək. Doğrudan yadımdan çıxıb. Qoy gedim sizə. Yox. Sən əziyyət çəkmə. Otur qızım, otur. Düz deyirsən, əziyyət çəkməsini əl yanıb eləyər, bunun başı çıxmır, uşaqdır bu. Ay qızım, təki hamının sənin kimi gəlin olsun. Amma bir söz deyəcəm sənə. Saçlarına biraz əl gəzdir, yaxşı? Bir şey başa düşəmdə, bu Bakisa xala elə ancaq bu afaqdan nəsə danışır, ondan sonra sonra xeyr oluyor elə o... Hə? Yaxşı Rüstəm. Mən gedim. Gedim mən qızım, yaxşı. Gedim o internetin pulunu ödəyim. İndi gələcəm, məni gözləyərsən ha. Mənsiz buradan heç yana getmə. Bir yerdə gedərik. Yaxşı. Yaxşı, gözlə ha məni. Sağ olun Pakisa xala. Sağ ol qızım, sağ olun uşaqlar. Sağ olun. Makaron, bu müəllim anasının nənəsi deyil ha, belə yaltaqlanasan. Neyimi? Görmədin, Balunun nənəsi gələn kimi incinin yerinə mənim saçlarım yoldu. Qorxuram da sənin yeri var, mənim saçım yolar da. Ana gərək şirinliyə eləyirəm. Nəzərbə satdım ki, bütün saç olmalar elə sənin başından keçir. Yaxşı uşaqlar, birazdan Fikrət müəllimin dərsidir. Geliyorum. Söhbəti sonra davam edək. Durun. Hadi durun da! Dur. Hey! Hadi gel da. Get gələcəm. Söz deyirəm, bu məktub yazdığı. Bunu necə nə vaxt verəcəyin sürət, ha? Narahat olma. Dərsdən sonra bir şey fikirləşərik. Bu da lab öldürüb özüm ölüm. Neyse, boş ver, boş.
Məncə onlar lazım deyil bana. Çaynik olsun amma olmasın. Başa düşmədim, niyə? Tava niyə lazımdır evdə? Əsəbləşdirən kimi vurasan başıma. Əsəbləşdirsən məni? Tavan sənin başına vurmaq nədir? Başında yemək bişirərəm. Bişirəcəm demişkən, belə balaca qazanlardan almayaq. Böyük samballı aş qazanlar var ya, onlardan tapaq. Sənin üçün nə fərqi var, bilmirəm. Böyük qazan, balaca qazan, qazandır da. Çirkin, biz indi 2 nəfərik. Sab olacaq 3, 4, 5, 6, 7, 8, 9. Çox oldu. Yəni ona deyirəm də, o qədər balaca qazanda yemək kimə çatacaq? Tural, hələ almırıq. Alanda vaxtda fikirləşərik, hər şey birimiz qoyma. Ay qız, mən sənə görə deyirəm, hər gün yemək bişirəcəksən, özdə tez xarab olmayan qazan olsun, biraz geç xarab olsun. Tural, mən hər gün yemək bişirəcəm. Başa düşmədim, və arvad nə üçün lazımdır? Mən səni niyə alıram ki? Tural, sən mənə arada restoranlara aparmayacaqsın, sürpriz eləməyəcəksən mənə. Banu, onlar hamısı evlənənə qədərdir. Sonra ora get, bura get. Yəni adamın hövsələsi daralır, səbri çatmır. Nəyimizə lazımdır ki? Onda sən məni sevməyəcəksən evlənəndən sonra. Özümü yaxşı aparsam, baxaram da. Onda sən qazanlarla tək qal. Gedəz və hər gün yemək bişirən birini tap. Mən də gedirəm. Banu. 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 Ay dəli, zarafat eləyirəm də. Həm də mən çox yoruldum. Nə qədər olmasa əşya var. Banu. Mən deyirəm çox yoruldum da servislərə baxır. Nə var ya bu servislərdə? Mamada bilirsən nə qədərdir. Hamısını yığıb şkafa işlətmir. Necə nə var? Birdən qrup yoldaşlarımız qonaq gəldi, ya başqa qonaqlarımız oldu, onda neyniyəcək? Yaxşı özün bilərsən. Həm də bunların qiyməti çox bahadır. Mənim Murad müəllimə yazığım gəlir. Tural. Bayaqdan boş-boş gəzirik mağazanın için. Satıcı bizə baxır, əsəbləşib qovacaq indi bizi. Heç nə də almırıq. Gözlə gəlirəm. Tural, çox romantiksən. Elə bir şey olar, neçə muz mənası olardı da, Tural. Ha, hissiyatsız. Bu oğlandı, bu da qız. Bu məndə qalacaq, bu da səndə. Evləndə gətirəcəyik, belə birləşəcəklər. Çox romantiksən, Tural. Bütün sözlərimi geri götürürəm. Belə olan necə sevməyim, canın yansın. Canım yansın, canım. Deyəm, bu pulunu verim, gəlir. Nəy pulun? Bir yağmur oldu. Ay. Uşaqlar, dedikləriniz ağlıma batdı. Gedirəm görüşə. Amma biraz həyəcanlıyam. Nurlan da həyəcanlanıb görüşə gedərmiş. Sağ ol, Nurlan. Nurlan, baxma da, səndə nömrələr çox olar. Bir dənə mən ağzıma gələn nömrələrdən yığım. Qəşəng bir dənə qıssa seçdim, nə olar? Bəs sən üstə, mən nə haydayım, sən nə haydasan. Mahir, haradaydın? Mahir, Gülşənə eşitdim. Vallahi bilmirəm nə deyim. Bakı, sənin bu dostun var ha, sən nədir bu? Saman altından su yerizir. Özüm ölüm. Təzə sevgilisi var. Sevgilin var? Mahir, sənə deyəcəkdim, mən ara qarışdı deyəmədim. Məndən sənə məsləhət. Sev, amma inanma. Mahir. Dayan. Qoy tək qalsın biraz. Nə oldu Nurlan? Getmirsən görüşə? Gedəcəm,
Fikrim qalacaq Mahirin yanında. Ana, ne inirsən Mahiri? Mahiri bitti fasonlu oğlandır. Bugün təkdir, sabah 10 dənə qız qonacaq başına. Sən bədbax, bir dənə qız üzbə tüpürüb, o da ki, Kakoyda Mahirin üstünə fırladırsan. Məncə sən ürəyindən gələnləri de. Düz deyirsən, Mahmud. Görüşə gedən kimi deyəcəm səni sevirəm. Ay, yox, mən onu deyəmmərəm. Ay, yox, mən başa düşmürəm, Bu qız heç bir dənə də şəklini göndərmir, sən niyə? Ağıllı qızdır da. Tanımadığı oğlana niyə şəkil göndərsin, Gözəl deyil, ona görə. Kanəşlə mən deyil. Sən hər adamı mənə tay tutma. Ay uşaqlar, qızı görməmişik, niyə belə fikirləşirsiniz? Düz deyirəm də, qəşəng qız olsa şəklini göndərər də. Şəklini göndərmirsə demələ qəşəng qız deyil. Abşə, sən onun profilini mənə göstər, mən deyəcəm sən o kimdirsə. Mən baxım deyəcəm də o kimdirsə, aç. Hangini bilirəm. Qardaş, onun sifəti görünmür axı. Nə gözükür? Hala, bu şablondur ki. Ürəyimin qatili sən nədir? Belə profil olar ha. Nurlan, doğrudan burada bununla yazışırsan? Nəsə mənə inandırıcı gəlmir, Brad. Qız nə profil öz şəklini qoyub, nə də ki, sənə şəklini göndərib. Ha, Brad? Düz deyirsiniz, uşaqlar. Mən heç bunu fikirləşməmişdim. Ha, Nüsrət. Bir də sənin işin var, Nə düşmüsünüz yazı uşağın üstünə? Mən heç şərəfsiz verəm, ha. Ağlı olandan vermə. Qanacaqsınız. Yaxşı, nəsə. Mən gedirəm. Nurhan, gözü biz də gəlik, gəl. Başa düşmədim. Sən niyə? Mən niyə? Mən görmək istəyirəm də ki, o qız yaraşır Nurlana, yoxsa yox. Həm də ki, Səbinə yoxdan da görə sən aparım, gedirik. Uşaqlar, dərsdir, hara? Görüş vaxtıdır. Gözəl. Adımı qara siyahı salsan da, mən bu görüşə gedəcəm. Gözəl bundan sonra heç kəsə güzəştə getməyəcək. Olmaz. Hamı oturur, dərsdən sonra gedərsiniz. İpinizi çox buraxmışam, ha. Sən can demədən qoy getsin, qoy başımıza rədd olsun. Dəxsiz danışacaq indi. Bax, bu nüsünü görürsünüz, onun xətrinə. Nurlan, sən get, qızlar dərsdən sonra. Keçmiş davam edici zamanı dinləyirsiniz. Biz mövzumuza davam edirik. Gəlin, yay tətilinin istirahətindən danışaq. Yayda istirahətinizi necə keçirəcəksiniz və planlarınız nədir? Dinləyicilərimizdən biri yazır ki, mən yay tətilində xarici dil kursuna gedəcəm. Qardaşın adı qulaq asır mənə. Nara adlı dinləyicimiz isə yazır ki, mən yay tətilində ailəmlə birlikdə istirahət edəcəm. Düz edirsiniz, əziz dinləyicimiz, istirahət etmək lazımdır. Digər dinləyicilərimiz sizin mesajlarınızı gözləyirik. Yay tətilini necə maraqlı keçirəcəksinizsə, bunu bizlə bölüşə bilərsiniz. Pərviz, deyirəm, bəlkə biz də öz planlarımızdan danışaq. Məsələn, dinləyicilərə maraqlı olar da, sən nə edəcəksən, mən nə edəcəm? Əziz həmkarım Tural, səndə adətən plan çox olur. Buyur, sən başla. Pərviz, səni bilmirəm, mən şəxsən buradan dinləyicilərə sürpriz bir açıqlama eləyim. Mən yayda toy etməyi fikirləşirəm. Yəni, mənim ən böyük planım yayda evlənməkdir, evlilik. Nə deyirsiniz? Dəyərli dinləyicilər, həmkarım Pərviz bu dəqiqə sevincindən uçur burada, o qədər sevinir. Yəni, bilirsiniz də o məni çox istəyir. Hətta qulaqlığı da qulağından çıxardıb sevindiyindən qısa bir fasiləmiz var, musiqi fasiləsindən sonra davam eləyəcəyik. Pərviz, mən çox eşşək adamım, yəni. Bilirəm, eşşəyliyimi bilirəm, amma iki nəfərin arasında qara ilan kimi olan bir nəfərə bunu demək insafsızlıqdır. Kəs səsi sən. Amma əslində o qədər də insafsız deyiləm. Yəni, bu xəbəri sənə verməliydim. Hətta birinci dəvətnaməni Banu ilə əllə tutub sənə yazmışam. Yəni, götürə də bilərsən bunu. Tural, yuxu və reallıq deyilən bir şey var. Yuxuda olan reallıqda olmur. Sən də deyəsən bunu yuxuda görmüsən. Ay, qardaş, yuxuda niyə görürəm? Qız razı, oğlan razı, qızın qardaşı razı. Yuxuda niyə görürəm? Biz də Pərviz fikirləşmişəm ki, birinci toyu burada eləyək, ikinci toyu Banıgilin kəndində.
Yəni qaynım da razıdır da. Bilsən də mən Murad müəllimlə qayn yezni olacam. Sənin sözlərin də ürəyə xoş gəlir, amma milçək kimi ürəyə bulandırır. Sən mənim canım gələrsən də toyuma. Yəni gəlməsən çox inciyəcəm. Onu biləsən. Yerin boş qalacaq, yəni restoranda yerin boş qalacaq. Gəl və çox şən keçsin. Zakir, evin ehtiyaclarını demək üçün bəzi şeylər almaq lazımdır. Sabah gedəcəm almağa, mənə pul lazımdır. Dünən sənə pul vermişdim axı. Vermişdin, amma ona başqa şeylər aldım. Başqa şeylər, məsələn nə? Məsələn... Sən bilirsən ki, bu pul havaya gəlmir. Nə cür əziyyətlə qazanılır. Amma xərcləmək üçün qazanılır. Düzdür, xərcləmək üçün də qazanılır. Amma boş yerlərə yox. Lazım olan yerlərə. Başa düşmürəm, nə vaxtdan sən bu pulu saymağa başlamısan, özdə mənə verdiyin pulu? Ümumiyyətlə, mənlə nə vaxtdan maraqlanmağa başlamısan? Köhnə söhbətlərə qayıtma. Yaxşı, mən indi aldığım şeyləri gətirərəm, öz gözlərinlə görərsən. Ehtiyac yoxdur. Onda niyə söhbəti uzadırsan ki? Ümumiyyətlə, mən bundan sonra heç nə almayacam. Özün evin ehtiyacları ilə maraqlanarsan. Belə daha yaxşıdır. Ehtiyaclarımızı çox gözəl bilirəm. Bundan sonra xərclərinə fikir ver, Tulara. Turab. Salam. Salam mən. Mən təşəkkür edirəm. Çox sağ olun ki, Banu'la mənə yəni Banu'ya dərsə gəlməyə icazə verdiniz. Mənim Banu'la mən bağışlayın, mənim yuxarıda işim var. Sağ olun. Murad müəllim, Turalın deyə bilmədiklərini mən sizə deyim. Bilirsiniz, Tural sizdən çəkinir. Sıxılır sizdən. Çox sağ olun ki, uşaqlara şans verdiniz. Xanım Elmə, mən bacıma şans vermək istədim. İstəmədim ki, təhsili yarımçıq qalsın. Amma mən onların münasibətinə razılıq verməmişəm. Deyim ki, bir dəfəmlik münasibətlərinin qırılmasını da tələb eləməmişəm. Hər halda bir müddət onları kənardan izləmək istəyirəm. Mən sizi başa düşürəm. Amma özünüz də görürsünüz ki, Tural çox çalışır sizlə arasını düzəltsin. Başa düşürəm. Amma bu mənim özümdən asılı deyil. Bir müddət yəqin ki, belə olacam, sonra keçər. Aydındır. Sağ olun. Sağ olun. Nüsrət, yemək hazırdır. Get çörək al. Hə, dədən hamalı var. Bu evdən Nüsrətdən başqa adam yoxdur da, yəni. Başa düşmədim, ola, bu nə danışıqdır ya? Mən hər gün sizə yemək pişirirəm, hamballıq eləyir, hə? Hə, bambılı. Dur, rədd ol, get çörək al da. Mənim ayağım ağrıyır. Məzələnmə, hə?
Hayda, bunu deyəndə bayaqdan da. Buna kanım necə qaladı, buna pis olmuyor, necə pis olmuyor. Cəhənnəmə ağrısın. Nə olsun, deyirəm mənim ayağımın tükü ağrıyır. Yaxşı da qırmayın bir-birinizi, gedib alaram çörəyi. Qaqa, sən otur yerinə kitabını oxu da. Mən alaram 2 dəqiqə, neyiniyim? Da axşam vaxtı hara gedirsəniz, özüm gedərəm. Axşam vaxtı ona görə deyirəm, sən burada deyəm, mən təzə alıram. Uzatma da qaqa, xahiş edirəm. Yaxşı, sağ ol. Bu da elə bir qız zat deyə axşam vaxtı. Qardaşlar bir. Balaca uşaq gedib çörək. Nəm, canım. Nüsrətə məktub gəldi. Məktub hə. Nədir? Hərin Nüsrət. Aç baxaq. Nə? Ağıllı ol, ağıllı ol. Git ora, git ora. Ora git, hə, sən saçın qadı ver. Allah çoxu da. Ha, o demək ki, para beyin, şuna bak. Gel görün. Ne yazır? Başını ver. İlk bakıştan sana aşık olmuşam. Mənə deyirsən. Aşık olmuşam. Kölgə kimi səni izləyirəm. Yanlış. Mən harada nəsə izləyirəm hər yerdə. Bir sözlə Star'ın jurnalı, jurnal, tələbənin dönəri sevdiyi qədər sevirəm. Yəni bu müayinəsindən yoxsa müayinəsiz də bunu yazdım, mən nə bilim. Yaxşı, nəysə. Sən mənim qara canavarım. Qarayam mən, qara. Allah qapqara. Qara canavarım. Biraz səbr elə, tezliklə görüşəcəyik. İmza ad lazım deyil mən. Ad lazım deyil. Bu nədir? Adı lazım deyil. Adı lazım deyil. Bu şey deyil, bu Kənan Nadirli. Kənan Doğulu. Suzan, mən nəsə deyəm ki. Deyəm. İlk baxışdan sənə aşık olmuşam. Kölgə kimi səni izləyirəm hər yerdə bir sözlə. Star'ın jurnalı, tələbənin dönəri sevdiyi qədər sevirəm səni. Mənim qara canavarım. Biraz səbr elə, tezliklə görüşəcəyik. İmza adı lazım deyil. Adı lazım. Bunu tutuzuram mən də bunu. Adı lazım deyil. Baş hərfi mən. Çəkilirəm ha. Adı lazım. Əklimə bak ya! Əklimə bak! Şeydim ama sən başıma dönərəm, pis başa düşmək. İndi yəqin ki əsəbləşmədin də. İndi çay süzmək elə şeydir ki, yəni Ne danışırsan? gəlindən danışıram da. Yəni deyirəm, bayaq da çay məsələsi. Ay oğlum, o mənə necə var, hele də qəbuldur. Necə yəni qəbul? Yəni bəyəndin onu? Bəyəndin də sözdür. Bəyəndin nədir? Belə ürəyim getdi onun üçün. Ay Allah, necə yaxşı qızdır. Əsl mənim ürəyimcə olan qızdır. Mamanın halası. Sən sağ ol, baba, sağ ol. O mən bilirdim, sən xoşuna gəldin. Sənə qurban olaram. Mən bilirdim. Yaxşı, tamam, kamera çək. Ayman, yaxşı, kamera çək. Arıqlamısan, dək çəkməkdən arıqlamısan. Da neyim, doğrudan xoşuna gəldim ama. Of, fuck. Mən də oradan bura gətirdim. Yiş, deyinmə də, maraqlı deyil. Hə, yaman. Ay qız da gedin də, onsuz da heyecanlıyım. Olma, heyecan olma. Rahat ol, nəfəs al. Biraz cool ol da, cool. Yaxşı, gedin. İndi getəcəyik. Sevda?
İnci nəyə gözləyirik biz? Biraz səbr elə, indi görəcəksən. İnci bu nə deməkdir? İkinizi də bura mən çağırmışam. İstəyirəm güclü qalmayasınız. İndi görüşün, barışın.